Qloballaşan dünyada geosiyasi proseslər sürətlə dəyişir. Bu da dolayısıyla qeyri-sabit beynəlxalq münasibətlər sisteminə keçidlə müşahidə olunur. Sürətli transformasiyalar fonunda ölkələrin kənar müdaxilələrdən maksimum müdafiəsi gündəmə gəlir ki, bu da özünü uğurlu xarici siyasət fonunda büruzə verir. Hər yeni uğur və yeni addım diqqətləri məhz bir nöqtəyə, sürətli dəyişiklik və inkişafın müşahidə olunduğu istiqamətə yönəldir. Bugün bir çox ölkənin maraqlarının kəsişdiyi coğrafiyalardan biri Cənubi Qafqazdır. Cari dövrdə region üçün sülh və sabitliyin mövcudluğunu ifadə etməyi bir qədər çətindir. Buna səbəbsə Azərbaycanla Ermənistan arasında mümkün sülh razılaşmasının ləngiməsidir. Prosesi gecikdirən tərəf də məlumdur. Ermənistan. Ancaq regional təhlükəsizliyi qıcıqlandıran kənar qüvvələrin mövcudluğu da göz ardı edilməməlidir. O qüvvələr ki, Ermənistana tutduğu yanlış siyasi kursunda havadarlıq edir, Azərbaycanla bağlı yanaşmaları neqativ məcraya çəkməyə, vəziyyəti gərginləşdirməyə cəhd göstərir. Əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilə, necə deyərlər, texnoloji proseslə edilmirdi. Amma müxtəlif çox sadə alətlər vasitəsilə edilirdi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi. İkincisi, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trumpın saxta xəbərlər mənbəyi adlandırdığı Washington Post, New York Times kimi nəşrləri, təbii ki, Fransanın hökumət yönlü Figaro və Le Monde kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, güya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Rəsmi Bakının xarici siyasi kursu ölkəni kənar təsirlərdən müdafiə etməyə hesablansa da, əfsuslar olsun ki, qarayaxma kampaniyası ilə məşğul olanların təsir dairəsini daraltmaq xeyli zaman və enerji tələb edir. Misal üçün USAID, Amerikanın Səsi, Azad Avropa və Azadlıq Radiosu kimi neçə media qurumlarının anti-Azərbaycan fəaliyyəti mövcud ictimai rəyin fərqli cür formalaşdırılmasına hesablanıb. Analitiklər belə yanaşmaların davamlı xarakter alacağını qaçılmaz hesab edirlər. Biz görürük ki, Avropada müəyyən mərkəzləşmiş qurumlar, xüsusilə Aşbada, anti-Azərbaycan qətnamələri, xüsusilə erməni separatçı və hərbi canilərlə bağlı Azərbaycan vətəndaşları ilə eyni hüquqları tələb etməsi, yəni onları eyni bir gözdə görməsi əlbəttə ki, Qərbin Azərbaycan xalqına qarşı mənfi mövqeyi nəticəsidir. Yəni, belə olan təqdirdə əlbəttə ki, biz Qərbin müəyyən mərkəzlərindən ədalət gözləyə bilmərik. Məhz anti-Azərbaycan siyasətin də mərkəzində Azərbaycanın müstəqil siyasət həyata keçirilməsi, heç bir dövlət və mərkəzdən asılı olmaması, öz mövcud gündəliyinin olması Qərbin müəyyən mərkəzlərini narahat edən əsas məqamlardan biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bütün qarayaxma kampaniyaları ilə əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərinə və necə fəaliyyət göstərdiklərinə yaxşı bələddir. Bu mənada rəsmi Bakının Vaşinqtondan gözləntiləri də böyükdür. Zeynəb Mirzəyeva, Real.